Deməli, cisim radiusu 8 metr olan dairəvi yolda 2 metr bölü saniyə sabit sürətlə hərəkət edir. Deməli, cismin M nöqtəsindən N nöqtəsinə, bax buradan bura sadəqərb istiqamətdə gəlmə müddəti məndən soruşur. Baxın, radiusu verib mənə nə qədərdir? 8 metrdir. Sürəti də verib 2 metr bölü saniyədir. Gəlin sürət üstürün yazaq. 2 pi r bölünsün d. Bax, bu ifadədən biz periodu tapaq. Period nəyə bərabərdir? 2 pi r bölünsün v-yə. Yazaq. 2 vurulsun 3, vurulsun 8, sürətdə 2. İxtisar getdi, nə qaldı? Oldu 24 saniyə. Deməli, 360 dərəcə, yəni tam bir çevrəni 24 saniyə dönürsə, onda 45 dərəcəni nə qədər müddətə dönəcək? Gəlin, bunda bir t ilə işarə eləyək. Onda t nəyə bərabərdir? 45 vurulsun 24 bölünsün 360. Bu da mənə nəyi verəcək? 3 saniyəni verəcək. Deməli, cisim M nöqtəsindən N nöqtəsinə 3 saniyə gələcək. Cavab olur B variantı.